Salam uşaqlar, bu dəfə də trigonometriyadan davam edirik. Toplu ikinci hissədən trigonometriyaya aid bir neçə isbat sualına baxacağıq. İlk sualımızda alfa topla beta topla qamma bərabər 360 dərəcə olduğu verilib və aşağıdakı bərabərliyin, yəni tangens alfa topla tangens beta topla tangens qamma bərabərdir. Tangens alfa vur tangens beta vur tangens qamma bərabərliyinin doğru olduğunu isbat etmək tələb olunur. Keçən videoda toplama teoreminin başlanğıcına aid bəzi düsturların isbatına baxdıq, amma isbatını bilmədiyimiz yeni bir düsturdan danışacaq bu dəfə. Tangens alfa topla tangens beta bərabərdir sinus alfa topla beta bölünsün kosinus alfa kosinus beta bərabərliyindən, yəni tangensin toplamasından hasilinə, yəni cəmdən hasilə keçid düsturudur. Növbəti videolarda bunun ətraflı izahını verəcəyik. İndi bu düsturu öyrənmiş olduqsa, tangens alfa topla tangens beta əvəzinə sinus alfa toplansın beta bölünsün kosinus alfa kosinus beta yazaq. Üstə gəlinsin. Tangens qamma əvəzinə isə sinus qamma bölünsün kosinus qamma yazaq. Biz bilirik ki, alfa toplansın beta 360 dərəcə çıx qamma deməkdir. Nəyə əsasən? İlk verilən bərabərliyə əsasən. O zaman 360 dərəcə çıxılsın qamma verilibsə, çevirmə düsturundan istifadə edirik. Sinus 360 dərəcə çıxılsın qamma bərabər olacaq sinus qammaya. Çevirmə düsturuna əsasən bilirik ki, 360 dərəcə minus olanda ad dəyişmir. 360 dərəcə çıx 4-cü rübə düşür. 4-cü rübdə də sinus mənfi aldığı üçün bunun qarşısında bir dənə mənfi işarəsi olacaq. Bölünsün kosinus alfa kosinus beta. Üstə gəlinsin. Misal olduğu kimi köçürdürük. Sinus qamma bölünsün kosinus qamma. Biz indi bərabərliyin məxrəci üçün ortaq vuruq çıxartsaq, kosinus alfa kosinus beta kosinus qamma yazılmalıdır məxrəcdə. Yuxarıda, yəni surətdə hər iki tərəfdə sinus qammanı görürük. O zaman biz oradan sinus qammanı ortaq vuruq çıxardırıq. Vur. Keçək mötərizənin içinə. Mötərizədə sol tərəfdə tamamlayıcı vuruq olacaq kosinus qamma. Çünki sağda kəsin məxrəci kosinus qamma idi. O zaman yazırıq, qabaqda mənfi də qalıb. Mənfi kosinus qamma. Topla. Sağ tərəfdəki tamamlayıcı vuruqsa kosinus alfa kosinus beta olmalıydı. Sinus qamma da ortaq çıxıbsa, elə bura yazırıq ki, kosinus alfa kosinus beta. Yazırıq və mötərizəni bağlayırıq. Bərabərdir. İndi biz yenə bilirik ki, qamma 360 dərəcə çıxılsın mötərizədə alfa toplansın beta deməkdir. O zaman yenə çevirmə düsturu ilə kosinus alfa toplansın beta yazırıq. Kosinus alfa topla beta yazdıqdan sonra isə işarənin dəyişib dəyişməyəcəyinə baxırıq. 360 dərəcə çıxılsın demək 4-cü rüb deməkdir. 360-dan gerisi 4-cü rübdür. 4-cü rübdə kosinus müsbət olduğu üçün işarə dəyişməyəcək. Yəni qarşıdakı mənfi olan işarə elə mənfi olaraq da qalacaq. Bunun davamında isə toplama teoremindən istifadə edirik. Biz bilirik ki, kosinus alfa topla beta üçün toplama teoremi nə idi? Kosinus alfa kosinus beta çıxılsın sinus alfa sinus beta. Qarşıda mənfi işarəsini də nəzərə alsaq, ifadə bu şəkildə olacaq. Yəni ki, kosinus alfa topla betanın düsturunu açdıq. Kosinus alfa topla betanın öz düsturunu açdıq. Ortada çıxma olmalıydı, amma qarşıda mənfi olduğu üçün bu hissə mənfi, bu hissədə müsbət olmuş oldu. Mötərizənin içindəki ifadəyə diqqətlə baxsaq, kosinus alfa kosinus beta ifadələri islah gedəcək. Və davamında mötərizənin də qalan hissəsini köçürsək, yəni surətdə olmalıdır, sinus qamma vurulsun, mötərizənin içində sinus alfa vur, sinus beta qalıb. Məxrəcdə isə kosinus alfa, kosinus beta, kosinus qamma. Ən son bərabərlikdə də sinus alfanı kosinus alfaya bölsək, alınır tangens alfa. Sinus betanı kosinus betaya bölsək, alınır tangens beta. Sinus qammanı kosinus qammaya bölsək, alınır tangens qamma. Və nəticədə verilən ilk bərabərlik isbat olunmuş
Olur. Keçək növbəti məsələyə. Növbəti məsələdə 2 dənə şərt verilib. A sinus alfa topla B kosinus alfa m-ə, A kosinus alfa çıx B sinus alfa n-ə bərabərdir. İsbat edək ki, A kvadrat topla B kvadrat bərabərdir M kvadrat topla N kvadrat. Birincisi bu ifadələrin ikisini də kvadrata yüksəldirik. İlk ifadəni kvadrata yüksəltsək, yəni A sinus alfa topla B kosinus alfanın mötərizə kvadratı bərabər olacaq A kvadrat sinus kvadrat alfa toplansın B kvadrat kosinus kvadrat alfa və düsturun ortası çıx 2AB ya da topla 2AB olurdu. Burada da topla 2AB sinus alfa kosinus alfa olacaq. Bu da bərabər olacaq M kvadratı. Eyni qayda ilə digər ifadə də bu şəkildə olacaq. Yəni M kvadrat birinci ifadə, N kvadrat da ikinci ifadə. Sonra bu alınan ifadələri alt-alta toplasaq, görəcəyik ki, 2AB sinus kosinus, yenə də çıx 2AB sinus kosinus, bunlar islah gedəcək. Və toplamda A kvadratını ortaq çıxartdığımızda, mötərizədə sinus kvadrat alfa toplansın, kosinus kvadrat alfa qalır. Digər 2 toplanandan B kvadratını ortaq çıxartsaq, yenə mötərizədə sinus kvadrat alfa toplansın, kosinus kvadrat alfa qalır. Bu da bərabər M kvadrat toplansın N kvadrat edir. Keçən videoda da izah elədik, əsas eyniliklərdə sinus kvadrat topla kosinus kvadrat 1 eləyir. Əgər bu ifadələrin cavabı 1 eləyəcəksə, o zaman A kvadrat vur 1, yəni A kvadrat, topla B kvadrat vur 1, yəni B kvadrat, bərabər M kvadrat toplansın N kvadrat olmuş olur və məsələdə isbat olunmuş olur. Üçüncü sual çox sadədir. Alfa, beta, gamma üç bucağın daxili bucaqları olarsa, verilən bərabərlik isbat olunmalıdır. Deməli, verilən bərabərlikdə, yəni sinus alfa toplansın, gamma bölünsün 2 bərabərliyində, alfa toplansın gammanın əvəzinə 180 dərəcə çıxılsın beta yazırıq. Böl 2. Çünki alfa topla beta topla gamma 180 dərəcəyə bərabərdir. O zaman alfa topla gamma bərabərdir 180 dərəcə çıx beta. Bu da bərabər olur. Sinus 180 dərəcəni 2-yə böləndə 90 dərəcə çıxılsın beta böl 2 yaza bilərik. Biz bilirik ki, çevirmə düsturuna əsasən 90 dərəcə çıxılsın yazılanda ad dəyişir. Sinus olur kosinus. Yəni 90 çıx silinsə, 90 və çıx işarəsi ikisi silinsə, kosinus beta böl 2 olacaq. 90 çıx birinci rüb deməkdir. Birinci rübdə də sinusun işarəsi nə olar? Müsbət. Birinci rübdə bilirik ki, sinus birinci, ikinci rüblərdə müsbət, 3/4-də mənfi qiymətlər alır. Və nəticə olaraq cavab kosinus beta böl 2 olmuş olar və məsələ isbat olunmuş olar. Və son məsələdə bir düz bucaqlı 3 bucaq verilib. İti bucağı alfadır, qarşı katet A, bitişik katet B, hipotenuz C. Və buna əsasən kosinus alfa böl 2-nin B plus C bölünsün 2C-nin kökü olduğunu isbat etməyimiz tələb olunur. Buna görə biz ilk olaraq kosinusun 2 qat düsturunu bilməliyik. Düzdür, yenə toplama teoremini axıra kimi çatdırmamışıq. Toplama teoremindən sonra tangensin toplama teoremi, sonra 2 qat düsturları isbat eləməliyik. Amma burada keçməmiş olsaq da kosinusun 2 qat düsturunu isbat edək. Biz kosinus alfa topla betanın kosinus alfa kosinus beta çıxılsın sinus alfa sinus beta olduğunu bilirdik. İndi bu bərabərlikdə betanın da yerinə alfa yazsaq, bu betanın yerinə də alfa yazsaq, nə almış olaraq? Kosinus 2 alfa. Ki bunlar haqqında daha ətraflı danışacaq. Burada sadəcə bir dənə özet olaraq keçək. Kosinus alfa kosinus beta, yəni kosinus 2 alfa bərabər betanın yerinə alfa düşünürük təbii ki. Kosinus alfa vur kosinus alfa. Yəni kosinus kvadratı alfa. Çıx sinus alfa, yəni sinus kvadratı alfa olduğunu görürük. İndi əsas anlayış düsturlarına baxsaq, biz bilirik ki, sinus kvadrat alfa topla kosinus kvadrat alfa 1-ə bərabərdir. Əgər mən burada bu kosinus kvadrat alfanın yerinə 1 çıx sinus kvadrat alfa yazsam, onda 1 çıx sinus kvadrat alfa çıx sinus kvadrat alfa 1 çıxılsın 2 sinus kvadrat alfa olacaq.
Ya da burada sinus kvadrat alfanın yerinə 1 çıx kosinus kvadrat alfa yazsaq, ifadədə mötərizənin qarşısında mənfini falan da nəzərə alsaq, ifadə 2 kosinus kvadratı alfa çıx 1 şəklində olacaq. Yəni biz burada kosinus 2 alfanın üst üstünü öyrənmiş oluruq. Kosinus kvadrat alfa çıx sinus kvadrat alfa, 1 çıx 2 sinus kvadrat alfa və 2 kosinus kvadrat alfa çıx 1. İndi məsələmizə qayıda bilərik. İndi biz bu məsələdə kosinus 2 alfanın 2 kosinus kvadratı alfa çıx 1 düsturundan istifadə edəcəyik. İndi biz bunu yarım arqument üçün də düşünək. Yəni əgər kosinus 2 alfa 2 kosinus kvadrat alfa çıx 1-dirsə, onda kosinus alfada bucaqları yarı bölək. 2 kosinus kvadratı alfa böl 2 çıx 1 olmalıdır. Yəni bir çox bucaq üçün keçərli ola bilər daha bu düstur. Yəni məsələn, bunu tez yazıb siləcəm. Məsələn, kosinus 10 alfada məsəl üçün bərabər olardı 2 kosinus kvadratı 5 alfa çıx 1. Yəni burada gördüyümüz bucaq nədirsə, 2 kosinus kvadrat həmin bucağın yarısı çıx 1. İndi bu məsələnin davamında bildik ki, 2 kosinus kvadrat alfa bərabərdir 2 kosinus kvadrat alfa bölü 2 çıx 1. İndi düz bucaqlı üç bucağımıza baxaq. Kosinus alfa nəyə bərabərdir? B bölünsün C. B böl C bərabər 2 kosinus kvadratı alfa bölü 2 çıx 1. Buradan 2 kosinus kvadratı alfa bölü 2 nəyə bərabər olacaq? Mənfi 1-i sol tərəfə gətir. B böl C topla 1. O da bərabər olacaq C-də B üstəgəl C. Buradan bəs kosinus kvadratı alfa bölü 2 nəyə bərabər olacaq? Hər tərəfi 2-yə bölək. B üstəgəl C bölünsün 2C. Və nəticə olaraq kosinus kvadrat alfa bölü 2 əgər budursa, bunu da kökə salsaq, kosinus alfa bölünsün 2 və bunun müsbət mənfi olduğunu da hardan biləcəm bu arada? Alfa birinci rüt bucağıdırsa, düz bucaqda görsənir. O zaman alfa bölü 2 də birinci rüt bucağıdır. Yəni müsbət, sonra da kök altında B üstəgəl C bölünsün 2C olacaq və məsələ isbat olunmuş olacaq. Bununla da ikinci set okuldan 4 dənə isbat sualına baxmış olduq. Bu isbat sualların davamında da baxacaq növbəti videolarda. Ümid edirəm ki, faydalı olmuşdur. Sağ olun, izləmədə qalın.